qiymətlə satın alma artıq uzun müddət, yəni xeyli müddətdir ki, artıq ixtisaslaşmış sahəyə doğru gedir. Özəl sektorda fəaliyyət göstərən təchizat zənciri liderləri üçün satnamanın əsas məqsədi kommersiya dəyəri yaratmaq olsa da, dövlət sektorunda onun başlıca məqsədi vergi ödəyicilərinin vəsaiti hesabına ictimai dəyər yaratmaq. Peşəkarlaşma bir fəaliyyətin və ya funksiyanın təsadüfi və ya inzibati bir məşğuliyyətdən müəyyən edilmiş bilik, bacarıq, etik standartlar və davamlı inkişaf tələb edən peşəyə çevrilmə prosesidir. Azərbaycan bazarında artıq kifayət qədər bu sahədə təlim imkanları mövcuddur. Yəni mən özüm saymışam, hardasa bir 30-a yaxın bazarda təlimçi fəaliyyət göstərir bu sahədə. Bu açığı çox, yəni ekspert də vurğuladı ki, bu çox yaxşı bir göstəricidir ki, yəni baxmayaraq ki, konkret tələblər yoxdur, amma bazar artıq özü altdan, belə deyək, aşağıdan yuxarı şəkildə təşkilatlanmağa başlayıb. Aqrar Tədarük və Təchizat Agentliyi, Təchizat qurumu var ki, hansı ki, ərzağın satın alması mərkəzləşdirib. Hansı ki, məsələn, dövlət qurumlarında ərzaq büdcə hesabına ərzaq satın alması həyata keçirilən zaman təşkilatlar özləri almırlar, ehtiyaclarını həmin quruma ötürürlər. Həmin qurumun portalında bu artıq elan verilir, təşkilatlar formalaşır, təkliflər formalaşır və oradan alınır.